Sonra 73'dəki 5-ci misal istənmişdi. Bunu da baxın, bu tərəfdə yazacağım vərəqdə. Deyir, düzbucaqlının eni 10 tam 5-dəki desimetrdir. Uzunluğu isə bundan 2 tam 4-də 3 dəfə böyükdür. Düzbucaqlının sahəsini tapın. Nə deyir? Deyir, düzbucaqlının eni, deməli, eni 10 tam 5-də 2 desimetrdir. Uzunluğu isə, bax, uzunluğu isə, deyir, bundan 2 tam 4-də 3 dəfə böyükdür. Yəni, bundan 10 tam 5-də 2-dən 2 tam 4-də 3 dəfə böyük nə deməkdir? Yəni, vurmaq deməkdir də, biz bunları tapmalıyıq. Mən öncə 10 tam 5-də 2-ni düzgün olmayan kəsrə çevirirəm. Belə yazmaq daha rahatdır. 5 10-a vuranda 50, 50-nin üstünə 2 gələndə eləyəcək 52. Bu şəkildə. Bunların da hər ikisini çevirirəm. 5-də 52 vurulsun. 4-ü 2-yə vuranda 8. 8-in də üstünə 3 gələndə eləyəcək 11. Sonra bunu adi qayda ilə vururam. Məxrəci məxrəcə vurub məxrəcə, sürəti sürətə vurub sürətdə yazıram. Bu da edir 572. 572 hər tərəf deməli burada bölünəcək 4-ə. Hər tərəfi 4-ə bölürəm. Edir 5-də 143. Tapdıq ki, 5-də 143-dür. Bunu düzgün olmayan kəsrdə qarışıq ədədə çevirdiyimiz zaman bu şəkildə alırıq. Amma mən bununla götürəcəm. Deməli, uzunluğum 5-də 143-dür. Enim də 5-də 52-dir. Sonra deyik ki, düzbucağının sahəsini tapın. Düzbucağının sahəsi bilirik ki, A vurulsun B düsturu ilə yazılır. Eninə mən A deyərəm, uzunluğuna B deyərəm. Yazaram 5-də 52 vurulsun 5-də 143-ə bərabərdir. 5-ləri 5-ə vuranda 25, 52-ni də 143-ə vurduğumuz zaman edir 7436. Bu da gördüyümüz kimi heç bir ixtisar getmədiyinə görə 7436-nı adi qayda ilə 25-ə bölürük. Olur 297 tam 25-də 11 desimetrin kvadratı. Deməli, sahəmiz nə qədər oldu? 297 tam 25'də 11 desimetrin kvadratı. Bu şəkildə. Və burada bir də 6-cı sualı soruşublar. Deyir, katerin öz sürəti 23,3 km böl saatdır. Çayın axma sürəti isə 3,2 km böl saatdır. Bu kater 3,1 saata çayın axını ilə nə qədər yol gedər? Bax, uşaqlar, mən bundan əvvəlki, indi bilmirəm amma səhifə hansı mövzudadır. Qoy bir dənə tapım buradan səhifəni. Mən orada deyəcəm, katerlə bağlı olan məsələlər var. Orada onu geniş paylaşmışam. Səhifə 31-i, 32-ni tapsaz, yazarsınız mən YouTube səhifəmizdə də. Bu bölmənin adında deyim lap. Ədədi ifadələrdə səhifə 31-ə, 32-yə baxarsınız, orada yazılıb. Daha genişdə katerə aid olan hissələr daha geniş izah verilib orada. Deməli, katerin öz sürəti deyir. Katerin mən öz sürətini həmişə K ilə işarə eləyirəm. Olur 23 tam 3-də 1-dir. Mən bunu gəlin düzgün olmayan kəsrə çevirək. 3-ü 23-ə vuraq, üstünə 1 gəldiyimiz zaman, deməli, edəcək 70, 9, 69, 70. Sonra deyir ki, çayın axma sürəti. Çayın axma sürətində Ç hərfi ilə işarə eləyirəm. O da 3,2-də 1-dir. Bunu da çevirdiyimiz zaman olacaq 2-də 7. Sonra deyir ki, bu kater 3,3-də 1 saata, yəni zamanı verir də, T-ni verir. 3,3-də 1 saata. Bunu da çevirdiyim zaman olur 3-də 10. Kater çayın deyir axını ilə nə qədər yol gedər? Yol da bilirəm ki, hərfi ilə işarə olunur. Ümumiyyətlə bizim düsturumuz var. Axın ilə sözü söhbətindən danışılırsa, axın ilə K üstə gələk, Ç vurulsun, T bərabərdir S düsturu ilə yazılacaq. Amma axına qarşı desə nə isə, axına qarşı dediyi zaman düsturum K çıxılsın, Ç vurulsun, T bərabərdir S şəklində olur. İndi məndən axın ilə soruşduğuna görə bu düsturdan istifadə eləyəcəm. Yəni, K-nın qiyməti neçədir? 3-də 70.
Üstə gələk. Ç-nin qiyməti neçədir? 2-də 7. Vurulsun T-yə nə qədər verib? 3-də 10 bərabərdir S deməkdir. Elə məndən də onsuz da S-i soruşur. Yəni mən nə etməliyəm? Bu ifadəni həll eləməliyəm. 3 ilə 2-nin ortaq məxrəci 6-dır. 6-nı 3-ə böldüyümüz zaman 2 edəcək. 6-nı 2-yə böldüyümüz zaman 3 edəcək. 7-ni 2-yə vurduğumuz zaman 140. 7-ni 3-ə vurduğumuz zaman 21. Vurulsun 3-də 10. Deməli, buranı hesabladığımız zaman 140-ın üstünə 21 gəldiyimiz zaman deməli, edəcək 161 vurulsun 3-də 10-a. Mən baxıram ki, 10-la 6 ixtisar olunur. 10-u 2-yə böləndə 5, 6-nı 2-yə böləndə 3 edəcək. Yuxarıda nə qaldı? 161 vurulsun 5-ə. Aşağıda da qaldı 3 vurulsun 3-ə. 161-i 5-ə vurduğum zaman 805 edəcək. 3-ü 3-ə vurduğum zaman 9 edəcək. Bu da düzgün olmayan kəsirdir. Qarışıq ədədə çevirəndə 89 tam 9-da 4 edəcək. Deməli, bu qədər kilometr. Yəni, S bərabərdir 89 tam 9-da 4 kilometr yol gedər. Bu şəkildə. Ümid edirəm ki, qısa da olsa hər biri məlumat verməyə çalışdım. Başa düşmüş olarsınız inşallah ki. Belə, yenə nə suallarınız olsa soruşa bilərsiniz.